Bu diyetləri apara bilməməyinizin əsas səbəbi siz heç nə yemirsiniz. Odur, 2 yumurta, 1 xurma, 160 kalori, 20 kalori, 25 kalori deyək də bir balaca bir xurma. Yuvarlaqlaşdıraq deyək ki 180 kalori. Günorta qatıq xiyar, heç nə. Xiyarın tərkibində 16 kalori var. Deyək ki 2 dənə xiyar yemisiniz, 200 qram deyək xiyar yemisiniz də məsələn deyirəm. 32 kalori bu. Hesablayıram amma qatığın 100 qramında 80, 85, 90 kalori civarında kalori var. Üst-üstə gələndə 300-ə çatmışıq görəsən. Yaxşı deyək ki 300 kalori oldu, 320 kalori oldu. Axşam da kələm kök salatı. Kələm 100 qramında 30 kalori, kök 100 qramında 26 kalori. Nə qədər istifadə eləmisiniz ondan? Bir dənə, 2 dənə. Heç 400-ə gəldik, çıxmadıq. Siz deyirsiniz, belə qidalanma olur. Budur diyet. Ha? Yəni diyet anlayışınız budursa da eləməyin, qurban olun. Vallahi eləməyin. Gedin normal şəkildə yeməyinizi yeyin, öz şəkillərinizlə xoşbəxt olun. Elə daha uzun yaşayacaqsınız. Nəinki bax belə diyetləri tətbiq eləməklə. Yazıqsınız. Vallahi eləməyin yəni.